Barometr olaraq Bakı metropolitenində sərnişinləri narahat edən daha bir vəziyyəti gündəmə gətirdik. Redaksiyamıza daxil olan şikayətlərdə qeyd olunur ki, 28 may stansiyasında sərnişinlər üçün nəzərdə tutulmuş oturacaqların yığışdırılması narazılıq yaradıb. Sakinlər bu qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığını bildirirlər. Qeyd olunan şikayətlə bağlı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, 28 may stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. 28 may stansiyasında sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib düşmə rahatlığını təmin etmək məqsədi ilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər. Nəzərə almağınız xahiş olunur.